Hər vaxtınız xeyir olsun. Yeni bir şəxsi tikili və kubcalı həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 3 sot torpaq sahəsində inşa olunub, 2 mərtəbə 5 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur, şəxsi tikili evdir. Həyətə girişdə də belə bir çardaq hissəsi var. 3-4 maşın rahatlıqla daxil olur və bu hissədə manqal yeri kimi saxlanılıb. Ağacı və güllər dəkilib, 4 bir tərəfinə də keçid mümkündür. Tam giryaşa həyət evidir. 2 mərtəbə 5 otaq, mərtəbə arası monolit beton. Çox keyfiyyətlə inşa olunubdur. Əldamı, kombi yeri. Sənəd də evin və torpağın kubcasıdır. Hamam sanitar qovşağı bu həyət üçündür. Tam təmirli giryaşa ev. Həyət qapısı da pultdan idarə olunur. Və çardaq da tam izolyasiya olunubdur. Qeyd etdiyim kimi çox keyfiyyətli inşa olunub. Yerləşmə yeri Zabrat Məhəmmədi yoludur. Mərkəzi yoldan da 50 metr məsafədədir. Qeyd etdiyim kimi əsas yola çox yaxın məsafə. Daxil olduq evə. Bura evin dəhliz hissəsi, dəhlizdən otaqlara paylanılır. Birinci mərtəbə bütünlüklə istipoldur. Tavan hündürlüyü də 3.20-dir. Və evin içərisində də nə görürsünüzsə evin içərisində qalacaqdır. Geniş qonaq otağı, 5-in 10-a inşa olunubdur qonaq otağı. Ümumi yaşayış sahəsi 200 kvadratdır. Zabrat Məhəmmədi yoludur. Yəni birinci mərtəbə arası monolit betondur. Birinci mərtəbənin ara kəsmələrinə də qoşadaşdır. Və burada da geniş mətbəx hissəsi. Mətbəx mebeli də quraşdırılıb. Tam təmirli evdir. Kollektor sistemi, hamam və sanitar qovşağı ayrı-ayrılıqdadır. Həm də quru ərazidir, mərkəzi yola da çox yaxın məsafədədir. İkinci mərtəbənin dəhliz hissəsi, dəhlizdən otaqlara paylanılır və burada qonaq otağı, yataq otaqları, yəni evdə bir neçə il bundan əvvəl yaşayış olub, yəni həmin təmirlə də qalıbdır. Yəni gördüyünüz kimi təmirdə tam keyfiyyətlidir, yəni heç bir problemi yoxdur. 3 sotda 5 otaq sənəd kubca, Zabrat Məhəmmədi yolu, qiymət 250.000 manat. Əlaqə nömrəmiz də səhifədə qeyd olunub, kimə ehtiyac olarsa əlaqə saxlaya bilər.